13-cü əsrdə Azərbaycan və Dehli Sultanlığı hücumuna məruz qalmışdı. Cəlalilərin hücumuna məruz qala bilməz, çünki Cəlalilər dövləti ümumiyyətlə 14-cü əsrə aid bir dövlətdir. Yəni bu səhvdir. Teymurilərin yürüşünə məruz qala bilmir. Yenə Teymurilər də onun kimi 14-cü əsrə aid bir dövlətdir və bu düzgün deyil. Qızıl Ordu 13-cü əsrdən yaranmış olsa da, onun Dehli Sultanlığına hücumları yoxdur. Burada Xarəzmşahlar qalır. Xarəzmşahlar da həmin dövr üçün mövcud olsa da və Azərbaycana da hətta Xarəzmşah Cəlaləddinin 1225-31-ci illərdə yürüşü olsa da, Dehli Sultanlığına Xarəzmşah Cəlaləddinin yürüşü yoxdur. Hətta o Monqollardan qaçaraq Dehli Sultanlığına sığınmışdır və onlardan sığınacaq istəmişdir. Yəni bu da düzgün deyil. Burada ən düzgün cavab Azərbaycanın Monqol yürüşlərinə məruz qalmasıdır. Yəni 3 böyük yürüşün elə 3-ü də 13-cü əsrə düşür və Dehli Sultanlığındakı bir çox hökmdarlar da Monqolların yürüşünə məruz qalmış, onlara qarşı mübarizə aparmışdır. Ən düzgün cavab Monqollardır.